Dostlar, necəsiz? Bu günlər sizlərlə birlikdə Extreme Car Driving oynayırıq. Bildiyiniz üzrə mənim planşetim xarab oldu. Yəni oyun oynayanda əlimdə patladı, artıq işləmir. Ona görə də telefonumda oynayacağam. Brawl Stars'dır, nə bilim, Nons Brawl'da oyunları artıq oynayamayacağam. Çünki bu telefonumda yüklənəndə hata verir. Bir dənə adam var idi, mənə yazmışdı ki, bir dənə maşın seç, ondan yaxşı drift at, sənin kanalına abunə olacam. Sizcə hansı maşını seçim, mənə deyin. Mən istəyirəm bu dəfə məncə bundan ataq, amma bu da zordur ya. Bir dənə əvvəlcə baxaq, bunun kostümü varsa atarıq, yoxdur. Hələlik bunu yoxlayaq, baxaq gör necədir. Beləsə. Bir dənə bunu eləyəcəm, çox eləməyə ehtiyac yoxdur. Aha, başladı. O yorumu yazan adam, əgər bu videoya baxırsansa, sənə bir şey deyim. Hələ ki mən bu maşınlardan drift atmağı yoxlayıram. Hansı daha yaxşıdırsa, video axırında o maşından drift atacağam. Video axırında göstərəcəm sizə. Mən bilirəm hansı maşın daha yaxşıdırsa. Çünki 2 ildir bu oyunu oynayıram. Və ancaq o maşınla pul kasmışam. Və buradan hoppanırıq. Biraz maşın əzəm. Neysə. İndi drift modu açıldı və maşın dönməkdə biraz çətinlikdir. Yox, bu maşınla olmur drift. Bu maşınla drift olmur. Ən yaxşısı elə belədir. Uç. Bu maşın olmadı dostlar. Keçirik başqa maşına. Body body center, body. Bəzi adamlar deyib BMW-lə at. Amma BMW-lə yaxşı olmur. Gözləyin. İstəyərdim. Məndə əvvəl bu maşın var idi, amma təzə güncəlləmə gəldi deyə təzə maşınlar həm də bundan əvvəlki güncəlləməyə görə bu maşın VIP üyələr üçün qoydular. Bu BMW-lə də yaxşı getmədi. Bu maşını açmaq istəyirəm. Nəsə biraz xoşuma gəlir bu maşın. Neysə. Bu maşınla ataq, yoxsa bu maşınla. İlk öncə bununla ataq. Və başladı. Əvvəlcə gedək buradan maşını park eləyək. Gəlin və bu maşının yanına park eləyək. Maşının içinə baxaq indi. Normaldır, yaxşıdır. Yaxşıdır. Pis bir şey yoxdur elə ki. Drift atdıq. Biraz pis oldu. Neysə, buradan dönək dostlar.
Hətta Exos da harda deyilsiz yanındadır. Canlı yayın açmaq istəyərdim. Amma bir dəfə canlı yayın açdım deyə artıq necə deyim sizə, YouTube mənə icazə vermir canlı yayın açmağa. Yəqin ki, neçə gündən sonra, bir həftədən bir aça biləm canlı yayını. Drift modunu açaq dostlar. Gəlin drift modunu açanda hamı like atsın. Yaxşı. 5, 4, 3, 2, 1, 0. Yapışdırın bəyənləri, yapışdırın və drift modu açıqdır. Yaxşı drift atmır. Bu maşından nəsə drift ata bilmirik. Bir də böyük maşından drift atmağa çalışacağım. Baxaq görüm necə olacaq. Hansı maşını alım dostlar? Bu yoxsa bu, yoxsa bunu açandan sonra eləyə bilərəm. Yoxsa bu. Hansıyla drift atım? Mən düşünürəm ki, məncə bununla olsun. Baxaq görüm necə olacaq. Özəlləşdir. Kostümü var. Bəli var. İyi iş. Qəşəng. Kostüm. Bu nədir? Palçıqdır ki bu hər yeri. Mən bunu nəyini alım? Alsam. Maşına bax. Maşın dediyim belə olar. Bu həlbədə dağ maşınıdır amma palçıqdır. Neysə bu daha zor idi. Bunu seçdim. Bununla məncə yaxşı drift gedər dostlar. Nə deyirsiniz? Və başladıq. 4 Exos deyə. 4 Exos yan yana. Zordur. Bu maşın zordur. Sürəti az olsa da yaxşıdır. Driftə baxın indi dostlar. Qəşəng drift atır. Məncə ən yaxşı maşındır. Driftdə yaxşı olan maşındır. Ən yaxşı yox. Çünki ən yaxşısı videonun axırında deyəcəm sizə. Uç. Aha, indi drift'i açırıq. Əvvəlcə içinə baxaq maşının. Yaxşıdır. İndi işdən drift modunu açıb atırıq driftimizi. Hələ bir olmur dostlar. Bu maşınlarda niyə olmur drift atmaq? Yoxsa mən ata bilmirəm. Bugünlər həkimdən gəlmişəm. Yorğunam biraz. Ona görə ola bilər ata bilmirəm. Neysə. Ən yaxşı maşını göstərirəm indi sizə. Ən yaxşı drift maşını gəlir dostlar. Və ən yaxşı drift maşını inanmayacaqsınız. Amma budur.
Bəli. Zarafat eləmirəm, budur ən yaxşı drift maşını. Üstümü bəyənmirəm. Bunları heç bəyənmirəm. Amma bu belə zordur. Sürətli olmasa da, çox sürətli olmasa da yaxşıdır. Yəni 300-ə qalxır, amma necə deyim, K10X kimi deyil də. Yəni normal K10X özü 400-ə qalxır, bu da 300-ə qalxır. Ən sürətli maşınlar ikinci sırada budur. Aha, gəl bu dəfə tərs yoldan gedək. Ya da hayır. Allah'ım. Niye ben atamıram drifti? Maşının içine bakın. Bağışlayın dostlar, bu yine yoxuna ona görə drift atanmadım. Başka videoda görüşərik.